Deməli, tələbələr nə deyir? Ballar qalxacaq, ballar düşəcək, ay nə olacaq və s. və axır. Və YouTube-da, TikTok-da o birisi deyir qalxacaq, o birisi deyir düşəcək. Bax tələbələr. Bizdə plan yerləri çıxmalı. Plan yerinin bala təsiri. Neft qaz mühəndisliyi adı altında belə bir ixtisas var, yəqin bilirsiniz. Yəni, il yadında deyil, həmin il keçid balı 600 ondan yuxarı idi keçid balı. Bir il əvvəl 610-dan yuxarı idi. Və bizim də bir tələbəmiz 480 il. Bir təqribən 7-8 il bundan qabaq. 7-8 il bundan qabaq 480 yılda tələbə oranın keçidi neçədir? 610. Və atası gəldi yanıma ki, Süleyman, biz neft qazı istəyirik, amma da indi balımız çatmadı da başqa haralar yazaq. Mən də dedim ki, neft qazda plan yeri bu il artıb. Kəskin artım var idi plan yerində. Dedim, yazarız, düşə biləcək. Dedim, nə danışırsan? Mən plan müəllimdən soruşmuşam, o deyib düşməyəcək. Plan müəllimdən soruşmuşam ki, 680-dən 480-dən 610 arasında nə qədər fərq var? 130 bol fərq var. Nətər ola bilər? 610-dan yuxarı idi, aşağı deyil. Amma dedim, plan yeri artıb, yazaq bunu birinci. Yazdıq və oğlan da ora düşdü, neft qazının da keçidi oldu 416. 610-dan hara gəldi? 416. 416. İndi sual, niyə? Çünki plan yerlərində nə olur? Kəskin artma olur. Bu dövlət siyasətidir ki, elə fakültələr, elə ixtisaslar var ki, orada tələbat çoxdur. Orada plan yerini eynirlər. Artırırlar ki, qoy adam çox gəlsin. Elə yerlərdə var ki, orada başa düşürlər ki, məsələn, müəllimliklərdə, asla-asla o plan yerlərini müəllimliklərdə azaldırlar. Niyə azaldırlar? Başa düşürlər ki, mən o qədər yer qoyub, müəllimlər uşaq sayı azalırsa, anadan olan uşaq sayı azalırsa, mən çox belə deyək ki, müəllim yetişdirsəm, o müəllimlər kimə dərs deyəcək? Aydındır ki, plan yeri orada azalmalı. Deməli, sizə birinci aha, bal artacaq, bal düşəcək, plan yerini bilməyən adam, bu illəri hansı fakültədə, neçə plan yeri olacaq, bundan məlumatı yoxdursa, bu necə deyə bilər? Ola bilər kimsə deyək ki, Bakı dövlətdə kafedra müdürüdür. O təkcə Bakı dövlətin həmin kafedrasındakı ixtisaslarda neçə plan olacağını bilir. Keçəndə müqayisə edə bilər, amma haranı təkcə özünə aid olan. Hər yeri deyə bilməz. Bu bir. İkincisi, bala təsir edən amillərdən biri. Bu statistik jurnal çıxır. O statistik jurnalda hansı intervalda nə qədər tələbə bal yığıb onlar yazılır. Statistik jurnalda. Səndə o statistik jurnal yoxdursa, iki imtahanın nəticəsi yoxdursa, kimsə sizə deyirsə ki, gəl kömək edeyim sənə kodlaşdırın, bu adam heç kodlaşmadan xəbəri yoxdur. Statistik jurnalsız kodlaşma aparılmır. Bu statistik jurnal əvvəlki illə, bu ilki il arasındakı fərqi müəyyən edir. Məsələn, əvvəl nə qədər var idi? İndi nə qədər var? Və o fərqdən sən fikir söyləyə bilirsən ki, bal artacaq yoxsa yox. Məsələn, keçən illəri 1075 nəfər idi 600 balı keçən birinci qrupda, RK-Eli toplamda. 1075 o 1071 toplamda, 1071. Bu illər isə yaddaşı mənə anlatmırsa, hələ birinci imtahanın nəticəsi 600 keçən neçə nəfər var? 1037. 1037 var, demək olar eyni şey. Buradan baxsan, bu açıdan baxsan, məsələn statistikaya, deyirsən ki, ballar yerindən neynəməyəcək? Tərpənməyəcək, bu açıdan baxsan. Amma bu ümumi 600-ü keçənlərdir. Sən baxmalısan ki, 670-dən 690 arası neçə nəfər var, 600-dən deyək ki, 620 arasında neçə nəfər var, bu intervallar necə dəyişir? Hansı arada çoxalma var, harada azalma var? Azalma varsa aydındır ki, bal aşağı gedəcək, çoxalma var, balı artıracaq. Bu jurnalın yoxdur, plan yerin yoxdur.
Və bunların heç birini bilmədən kimsə sizə deyirsə ki, bal artdı, bal düşdü, bal neynədir? Hamısı yalandır. Bir dənə statistika əlimizdə nə var? Statistika var ki, buraxılış imtahanların orta median balı ortada deyənəm. Keçənlə nisbətən 10 bal aşağı olur. Buraxılışda. Bir dənə bu statistika var məndə. Ona görə deyirəm ki, mən uşaqlar gözlənir ki, ballarda 10 bal nə olacaq? Bu gözlənilir. Bu gözlənilməz statistika jurnalından çıxandan sonra mən bu sözü deyirəm. Statistika jurnalı çıxandan sonra deyəcəm ki, bu uşaqlar qırğındır. Məsələn, 20 bal hər şey neyəcək? Artacaq. Bu 20 bal artmaq ola demək deyil, bütün fakültələr üstə plus 20 gələcəksən. Keçid var, məsələn də, kompüter elmləri, keçid 698. Bu 20 bal nətər arta bilər? Bu 20 bal arta bilməyəcək, bu heç. Amma orta 20 bal deməkdir. Elə fakültə olar 1 bal artar. Elə fakültə olar 39 bal artar. Ümumi ədədi orta neçə çıxar? 20. Bunların hamısının təhlilindən sonra siz deyə biləcəksiniz ki, hansı fakültə artacaq, hansı fakültədə azalacaq. Bu təhlil yoxdursa, hara odaqlanırsınız? Dərsinizə. Biri başqa şey deyəcək, biri başqa şey deyəcək. Mən deyəcəm, o tərəfə gedin, bu deyəcək, o bir tərəfə gedin və boş-boşuna vaxtınızı itirəcəksiniz. Bəli, həyəcanlı da hamı üçün maraqlıdır ki, görən statistik durum nədir və s. belə axır, amma hələ ki, heç də məlum deyil. İkinci imtahan da olsun, nəticə bilinəcək. Ən az 600 yığanda ikinci qrupdadır. Bu da o deməkdir ki, mənə görə ikinci qrupun ikinci imtahanı sadə sanacaq. Bu da mənim proqnozum. 240 deyilsən nəfər var. 600 keçən. 240 ikinci qrupda. Vəssalam.